Yine de ilk növbədə salamlayıram. Ardınca mahkum suallarımızı devam edir. Mahkum sualların dizaynlarına diqqətlə izləyin. Hər bir sualın dizaynlarına diqqətlə baxın və yenə təşkil edirəm. Qaydaları qeyd etməyi unutmayın. Başlayaq riyaziyyat suallarının ilk sualımız belədir ki, 140 ədədin natural bölənlərinin sayını tapın. Bizə əvvəlki suallarda bu sual qarşımıza çıxmış ki, natural bölənlərin sayını necə tapmaq lazımdır. 140 ədədini əvvəlcə sadə qruplara ayırır. 2'ye bölünür 70, 2'ye bölünür 35, 5'e bölünür 7, 7'ye bölünür 1. Deməli 140 ədədi 2'nin kvadratı 5 bu 7 hasiline bərabərdir. Qüvvətləri olmadığı halda 1 kimi qəbul edirik və qüvvətlər üzərində bir əlavə edərək hasillərini tapırıq. 2 ilə 1'in cəmi 3, 2, digər 2, doğru cavabımız 12, yəni D variantı. Növbəti sualımız, emin ədədləri qarşılıqlı sadə ədədlər olarsa, həbub nəyə bərabər? Sözsüz ki, qarşılıqlı sadə ədədlərin həbubu 1'ə bərabərdir, yəni D variantı. Növbəti sualda doğru olmayan variantı göstərir. Mənfi 7'si mənfi 17'dən böyükdür deyil. Biz baxaq ki, 7 müsbət qiymətlərində 7 ilə 17'nin müqayisəsində 7 17'dən kiçik. Amma mənfiləri gəlsin sözsüz ki, kiçik olan modulda, kiçik olan modulda böyük olanlar böyük olmalıdır. Deməli A variantı deyil. Keçək digərinə. Əslində burada diqqət edəsək 0 mənfidən kiçik göstərilir. Bu 0 bütün mənfilərdən böyük olmalıdır. Yəni kiçik olması yanlışdır. Doğru cavabımız elə C variantı. Növbəti sualımız deməli. Hesablayın deyil. Bizə verilən modullarını ifadələr sadələşdirəndə diqqət edəcəyiniz modulun daxilindəki ifadənin mənfi yaxud müsbət olması. Ədədlər olduqda sözsüz ki, bunun elə bir ciddi önəmi olmur. Biz nəticə ifadələri etmək lazımdır. Müsbət qiymətə çevirib götürmək lazımdır. Amma modulun daxilində hərflər iştirak edirsə, bu zaman diqqətli olmaq lazımdır. Əgər hərfin özü mənfi olarsa, hərfin moduldan çıxaranda qarşısına mənfi yazılır. Müsbət olması ilə olduğu kimi saxlayırıq. Mənfi 2 ilə 8'in fərqi bizə verəcək mənfi 10, modulda mənfi 10, müsbət 10. Mənfi 28, müsbət 18, bunların cəmi olacaq mənfi 10, modulda müsbət 10. Bunlar arasındakı işarələri qeyd edilir. Plus işarəsi verir. Deməli, plus yazılır, minus, mənfi 20 modul, müsbət 20. Sözsüz ki, bunların cəmi 20, fərqini tapsa 0 A variantı. Növbəti sualda tənasübü həll edəcəyik. Tənasübün əsas xəstəsini yadınıza salırıq ki, məsələn, onu edəcəyik. Ortaqların hansına bərabər. Təşəkkür. Başqa. Bu sualı fərqli formada necə yazmaq olar? Sadələşdirmə yolu ilə. Buyur. Bəli, kəsr şəklində yazılır. Çarpaz qurma ilə göstərmə olur. Daha fərqli belə sadələşdirə bilər ki, 75 ilə 80'i 5'e bölsək hər ikisini. Bu ifadəni ekvivalent ifadələr anlayışı, ekvivalent nisbətlər anlayışı keçmişdir. Həmin ifadələr kimi yazsaq, hər ikisini 5'e bölüşdə 15 bölünsün, deməli, daha doğrusu 5'e bölünsün, 15 bölünsün 16 edir. Bizim sağ tərəfdəki ədədlərimiz bərabər olduğuna görə 5x 15 götürərək x-in qiymətini tapa bilərik. Bu bizə nə üçün səmərəli olmağı göstərir? Yəni biz 16'nın 80'e vurur 75'e bölsək sonra alınan cavabı təkrardan 5'e bölsək daha böyük ədədlərlə hesablama var. Amma burada daha qısa olur ki, x-in qiyməti 3 olur. Növbəti sual 0,3 hissəsi 96 olan ədədin 2 qatını tapın. Bir şey qeyd edək ki, bizə verilən bu tipli misallarda bəzən şahidi bura qədər cavabı axtarır, amma son hissəni gözdən qaçırır. Yəni 2 qatını tapmaq lazımdır, buna diqqət etmək lazımdır. Amma əvvəlcə ədədin özünü tapar. 0,3 hissəsi 96 olan ədədini tapırdıq. Buyur. Təşəkkür yəni ki, qısaca 96'ın 0,3'ə bölmək lazımdır. 96'ın 0,3'ə bölmək qaydasını onun kəsirlər qaydası ilə də demək, təşəkkür. Onun kəsirlərin nisbəti qaydası ilə göstərə bilərik. Sürət məxrəcinin hər ikisinə 10'a vursaq, sürətimiz 960, məxrəcimiz 3 olacaq. Bu da bizə 320 verir. 2 qatını tapanda 322'ye vuracaqsınız, doğru cavabımız
640. Kırk faizi 80 olan ədədin yarısını tapın. Biraz əvvəl qeyd edildiyim kimi, şahidlər bəzən verilən ifadənin ikinci hissəsini, əsas ikinci hissəsini gözdən qaçırırlar. Deməli, 40% 80 olan ədədi taparkən qeyd etmək lazım idi. Ədədi nəyə vurdu? 100-ə vurdu, faizə bölürdü. Yəni 80-i 100-ə vurmaq 40-a bölmək lazım idi. Burada cavabımız 200'dür. Yarısı sizcə neçə eləyəcək? 200 eləyəcək. Deyək ki, ayaqqabının qiyməti 37 manatdır. Murad kasaya yaxınlaşaraq kasayda ayaqqabının pulunu edir. Deməli, kasayda ayaqqabı olur. Hər birinin qiyməti 37 manatdır. Kasaya nə qədər pul ödədir? Biz 2 qələm alıb, hər bir qələmin qiyməti 50 qəpik olduğunda ümumi nə qədər pul ödəyir? 1 manat. O 1 manatın tapılma qaydası necə idi? 2'ni 50 qəpiyə. Yəni 0.5 ədədinə vururduq. Biz ancaq 37'ni K'ya vurmaq lazım ki, doğru cavabımız A variantıdır. Növbəti ifadə tənliyi həll edildir. Növbəti sualımızda tənliyi həll edebilmək üçün, yəni sadə bir şey deyək. Bu tip misallarda həll edebilmək üçün 4 ədədin yanına natural ədədi nə etmiş olar? Adi kəsir şəklində yazma olur. Adi kəsir şəklində yazabilmək üçün bunun məxrəcini 1 əlavə etmək olur. Anladın mı? Deməli biz 4'ü 4 kimi deyil, 4 bölünsün 1 kimi yazalım. Bu yazdığımız qaydaya dikkat edersek tənasüb oxşur. Tənasübün tərkibində iştirak edən məhsulu tapa bilmək üçün nə etmək lazımdır? Hesablamanı aparılır. Öyle mi? Çarpaz vurmayla bəli. 5 y minus 3'ü 1'e vurulur. Elə olduğu kimi qalır. 4'ü 8 y minus 6'ya vurulur. Olur 32 y minus 24. Sonra hər olan ifadələri bir tərəfə keçirilir. 32 y minus 5 y. 3 plus 24. Fərqi 27 gelir. Cəmi 27 gelir. Sağ tərəfə y-nin qiyməti 1'ə bərabərdir. Doğru variantımız B variantı. Növbəti sualda ABC çoxluqlarını verib bizə istədiyi ifadənin elementlərinin sayını tapılması. Dikkat edin, elementlərinin sayını tapılması. Əvvəlcə B ilə C-nin kəsişməsindən var. B ilə C-nin kəsişməsi bizə nə verir o? İki çoxluğun ortaq elementlərini verir. Gəl dikkat edin. A hərfi burada iştirak edir mi? Deməli yox. N hərfi iştirak edir mi? Bəli, deməli N oldu. B hərfi iştirak edir mi? 9, 23. Demək ki, B ilə C-nin kəsişməsi. Yəni buradan tapdığımız cavablar bizə verir. N, P, bir də 23'ün. Aydın mı? Gələk, A ilə bu ifadənin fərqinə. Fərq dedikdə nə başa düşürdük? Bəli, birincidə iştirak edib, digərində iştirak etməyən ifadələr. M. İştirak edir mi orada? N iştirak edir mi? Hemen götürürük. K iştirak edir mi? 3 iştirak edir mi? 13 bəs? 29. Tamam. Demek ki, bize verilen ifadeler dikkat edersek bize element sayını isterdi. 1, 2, 3, 4 ve 5. Doğru cevabımız A var. Növbəti sualda bərabərsinin ən böyük tam qiymətini tapılır. Demək ki, biz bərabərsinin ən böyük tam qiymətini tapa bilmək üçün yenə də təmizlərdə olduğu kimi hər iki tərəfdə hər bir iştirak edersə bir tərəfdə ikisirik, sadələşdirmək lazımdır. Deməli, deyəcək, 3x olduğu kimi saxlayıb x-i sola keçirirsə minus x, işarəmiz olduğu kimi qalır. 12'ni sağa keçirdikdə 28 minus 12. Fərqi 2x, fərqi 16. X-in qiyməti 8'də kiçik. 8'e kiçik ən böyük tam qiymət hansı olur? 7. Doğru cavabımız D olur. Verilen funksiyada y'nin qiyməti 21 olarsa x'in qiymətini tapılıyor. Ne etmək lazımdır? X'in qiymətini tapabilmək üçün y1'in yerine 21 yazıp ifadəni sadələşdirmək lazımdır. Yəni 2x plus 7 21'e beraber.
52 tənlikən etmək üçün 20-dən 7 çıxır. 14. 14 2'ye bölürüz. Doğru cevabımız D. Daha doğrusu B var. İki kent arasındaki mesafenin maşın 4 km bölü saat süratinde 6 saat idi. O 60 km bölü saat süratinde 6 saat müddetine geçmiş olar. Yani bir şey diyeceğim şey olar. Mesafe, iki kent arasındaki mesafe değişmir. Değişenler nelerdir? Süre. Sözsüz ki süretin kıymeti artarsa sizce gedilen zamanın müddeti necə değişecek? Azalacak. Yani burada ters mütenasip kaydı var. Böyle. Eğer biz tenasübü yazsam 40'a 6 saat müddet gelirse 60'a 100. Demek ki bu ne etmeye lazımdır? Ters mütenasip. O düzgün tenasübün kaydasıdır. Maalesef. Yani karşı karşıya burada beraberlik yazdım. Yani 60'ı x'e 40'ı 6'ya. Buradan x'in kıymetini aktarsak cevap 4'e beraber olur. Növbəti sualımız iki düzgətin kəsişməsi vasitəsilə verilən uzaqların COA uzağının dərəcə ölçüsünü tapılır. Ne etmək lazımdır? Bizə verilən əvvəlcə ifadədə x-in qiymətini təmin etmək lazımdır. Görüntüdə uzaqlar necə uzaqlardır? Qarşılıqlı uzaqlardır. Qarşılıqlı uzaqların xəstəsi necədir? Buyurun. Yəni onların Qiymətləri izafət dərəcəyə bərabər olmalıdır. təşəkkür o digər qaydadadır. Məsələn, beraber olmalıdır. Yani karşılıklı. Boşluk uzağlar olarsa da cəmi 180 ama karşılıklı uzağlarda qiymətdən beraber olur. Yani 2x plus 50 ifadəsinin qiyməti x plus 95'e beraber olur. 2x minus x 95 minus 50 x'in qiyməti 45'dir. Yaxşı. Bizə istər ki COA buzağı, yəni bu buzağın dərəcə ölçüsüdür. Bu buzağın dərəcə ölçüsünü tapabilmək üçün nə edə bilərik? X'in yerinə 45 yazılır. Sadece burada. Cevabımız necə gələcək? 140 dərəcə. Doğru mu? Yaxşı. Bura 140 dərəcə isə COA buzağının dərəcə ölçüsü nə qədər olacaq? 40 dərəcə. Nəyə görə? Bəli. Çünki onlar qonşu buzağlar təxəssüsünə görə 180-yə 140 çıxmalı. Doğru cevabımız 40 dərəcə C variantı. Növbəti sualda belədir, deməli, qaydaları bizdən soruşur ki, çevrə radiusunu 5 dəfə artırsa, uzunluğu necə dəyişər? Çevrə uzunluq düsturu necə? Yadınıza salaq? 2 2 Yaxşı, belə bir şey deyək. Bizə verən çevrənin uzunluq düsturunda 2 sabit ədəd. Bir sabit ədəd. Təxmini qiyməti üstən 114 demişdik, doğru mu? Demek ki burada değişebilecek kıymet təkcə radiusdur. Yani radius ne kadar değişirse uzunluğu o kadar değişir. Artırsa artır, azalırsa artır, azalır. Deməli, əgər radiusu 5 dəfə artıramsa, uzunluğu neçə dəfə artıracaq? 5 dəfə. Yəni C ilə R eyni şəkildə artır, azalır. Aydındır. O yüzden doğru cevabımız olacaq A variantı. Növbəti sualda fiqurun perimetrini tapın. Fiqurun perimetrini tapabilmək üçün bundan əvvəlki sınavlarımızda belə bir buna oxşar bir fiqurun sahəsimizdən tələb edilir. Sahə fiqurun perimetrini tapılmasında biraz hesablama fərqləri var. Hesablama fərqi nədən ibarətdir? Bəzən şagirdlər səhvə yol verərək buranın perimetrini ayrıca tapır, aşağının perimetrini ayrıca tapır və toplayır. Yəni bu sahə üçün keçərlidir, amma perimetr üçün keçərli deyil. Niyə deyil? Çünki perimetr demişdik ki, fiqurun kənar xətlərinin, şəriflərinin uzunluqları. Aydındır. Baxın, bu hissədəki məsafə var ki, uşaqlar. Bu hissədəki məsafə, yəni bu parça. Bu kənar hissəni əhatə eləmir, o daxildədir. O daxildə iştirak etdiyidir, bu perimetrin tərkibində iştirak etməməlidir. Aydındır. Demək ki, neydi? Bizim hesablayacağımız tərəflər. Bunu götürək. Deməli, 1 bura, 2, 3, 4, 5, 6, 7 və 8. Aydındır. İlgən bunların uzunluqlarına dikkat edin. 7, buranın mesafesi, buradan böyle mesafə. Dikkat edin. 1, 2, 3. 3,
3, 4, 3, 10'a beraberdir. Sonra əlavə olarak geçen digər 7, 7'ye beraberdir. Sonra əlavə 3 bura 3'e beraberdir. Sonra digər məsafə, buradan buraya kadar məsafə nədir? 3'dür. Burada 3'e beraberdir. Bunu sol tarafta devam edelim. Sonra aşağıdaki mesafe 4. Buradaki mesafe eyni mesafe diye 3 götürülür. Ve buradaki mesafe 3'e beraber. Yani bu ifadeleri toplamak lazım. Deməli 10, 50, doğru mu? 10, 50, 20, 30. Bu ikisinin de cəmi gələcək 40. Doğru cevabımız C var. Növbəti sualda şəklində verilən hər hansı bir dairə 4 bərabər istəyərsiniz. Dairənin radiusu 4'e bərabərdir. Deməli bizə lazım olan nədir? İşlənmiş hissənin sayısıdır. Yaxşı, bu işlənmiş hissə 4 ilə bərabərdirsə, bu işlənmişi yuxarıdakı hissə ilə əvəz eləsə, bu dairənin hansı hissəsini bizə verir? Yarısını. Deməli işlənmiş hissə tapmaq ilə yarısını tapmaq. Yaxşı, belə bir sual verək. Dairə radiusu verilərsə, sağ hansı bir sual tapmaq? Pi vurusun radiusu kvadrat. Pi vurusun radiusu kvadrat. Yaxşı. Amma bizə lazım olan hissə isə nədir? Yarısını tapmaq. Deməli biz işlənmiş hissənin sayəsini tapanda tapdığımız cavabı 2'ye bölməliyik. Aydındır. P-nin qiyməti təxminən bizə 3 verir. Radiusun qiyməti bizə 4 verir. Kvadratını yazırsan. Məxrəcdə 2 yazırsan. Hesablamada 4'ün kvadratı bitir. 16, 3'e vursa 2'ye vursa 24. Doğru cevabımız B variantı. Şəklə əsasən silindrin həcmini tapın deyil. Silindrin həcmi düsturu kimin yanındadır? Silindrin həcmi düsturu. Buyurun yanına. Teşekkür. Hayır. İndirmeyi neye vurdum? Oturacağım neyini? Cümleşte figürün həcmi oturacağın sahəsində indirme arasında beraber. Yaxşı mı? Deməli, oturacağın dairə olduğuna göre sahası düstura tapılır. Yani pi vurusun radiusu kvadratı bize bildirir. Yaxşı, gəl dikkat edək, pi vurusun. Əslində pi'nin qiymətini bizə verir 100, radiusun qiymətini verir 2, kvadratını yazılır. Bildirmenin qiymətini verir 6. Oldu. Haysını tapsa necə edəcək? 2'nin kvadratı 4, 6'ya vursaq 24, 3'e vursaq 70. Doğru cevabımız C variantı. Növbəti sualda verilənlərə görə əylənmiş üçbucağın sayəsini tapın deyək. Biz görürük ki, bu figur düzbucaqlıdır, doğru mu? Düzbucaqlıdır, buradan çəkilir, 2 hissəyə bölünərək yarısının sayəsini soruşur, doğrudur? Deməli biz əvvəlcə figurun nəyini tapmalıyıq? Sayəsini. Sayəsini necə olacaq? 80. Sonra nəyini bölünür? 2'ye bölünür. Doğrudur, cavabımız necə olur? 40 olur, 40 kvadrat santim. Alayım. Növbəti sualda bizə verir ki, aşağıdakı ədədlərin medianını tapın. Biz median anlayışını keçmişik. Deməli, iki hissədə. Bir üçbucağın median anlayışı, bir də ədədlər ardıcıllığının medianı. Mənə baxımdan ikisi də orta qiyməti ifadə edir. İkisinin də bir çox prinsipləri eynidir. Ədədlər ardıcıllığının medianı tapa bilmək üçün, deməli, əvvəlcə verilənləri artan sırayla qeyd etmək lazımdır. Bəzən sualın özündə median sözünün əvəzinə statistik orta sözü yazılır. Dikkat edin, bu içinizdən çıxmasın. Statistik orta. Yəni, belə bir sözdə yazılır. Düzdür, suallarda median yazır, amma digər sözdə yazmış olsa birinci məna etibarıyla eynidir. Medianı devam edəcək. Medianı tapa bilmək üçün ilk ədədləri artan sırayla yazmaq lazım. Fərq yoxdur, azalan sırayla da eyni nəticə alacaqsınız. Artan sırayla yazaq. İlk ədədimiz 14, sonra 15,
18, 17 sonra 18. 47'dir. Tamam. O zaman 18 yazılır. Sonra diğer ədədi. Deməli 14'ü istifadə edirik. 15, 18 sonra 24, 37, 47. Yaxşı. Devam edelim. Eğer bize verilen ədədlər ardıcıllığının sayı tek sayda olarsa ortadakidir. Cüt sayda olarsa ortadaki 2 ədədin ədəd ortası, yəni cəminin yarısını götürürsünüz. Deməli 14 ilə 47 çıxdı, 15 ilə 37, 2 gün ədəd qaldı. 18 ile 24'ün ədəd ortası. Nesi olacak? 21. Toplasak 42, 2 yapırsa 20. Doğru cevabımız D var. Növbət sualımızda 3 ədədin ədəd ortası 28. Yəni bunları qeyd et. Deməli 3 dənə ədədimiz yazılmalıdır. Deməli, birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Deyək ki, bunların ədədi ortası 28'dir. Ədədi ortası necə tapılır? Yadınızda salaq. Bəli, cəmini sayına bölür. Yaxşı, cəmini sayına, yəni 3'ə bölsəm, cavab 28 alınsa, bunların cəmi neçə olacaq? Buyur yazın. Cavab. 84. Deməli bunların üçünün cəmi 84. Yaxşı. Davam edelim. Deyək ki, birinci ədəd üçüncüdən 4 vahid kiçikdir. Aydındır. Birinciyə x desəm, üçüncü olacaq x plus 4. Çünki 4 vahid kiçik deyil. Üçüncü ədəd ikinciden 2 vahid böyükdür. Yaxşı. Bu ikinciden 2 vahid böyükdür. Deməli 2 vahid azaldacaq. Ne olacaq? X plus 2. Doğrudur. Şimdi bunu iki formada həll etmək olar. İbtidai model qaydasından yadınıza salsam, 84'ten əvvəl 2 ilə 4'ü çıxsa, doğru cevabımız neçədir? 78. Sonra 3 tane x ədədi olduğuna görə 3'ə bölürüz. 78'i 3'ə bölsək 26. Bizden istədiyi ən böyük qiymətini tapın ki, ən böyük x plus 4. Yəni 26 plus 4 doğru cevabımız 30 değil. Növbəti sualımızda deməli bizdən mümkün olmayan hadisəni soruşur. Hadiselerde iki formada hadiseler vardır. Bu mövzu deməli keçiləndə artıq tam şəkildə anlayacaqsınız ki, iki formada hadiseler vardır. Həmin iki formada olan hadiselerde təsadüfi hadiseleri biz 3 hissəyə bölürük. Yaxşı. Deməli, təsadüfi hadiseleri 3 hissəyə bölürdük. Yakın hadiseler değildir, mümkün olmayan hadiseler değildir ve bizim ehtimal hisseye bölünür. Deməli, yakın hadiseler, mümkün olmayan hadiseler, bir de tesadüf hadiseler. Aydınlar. Bize verir ki, mümkün olmayan hadisenin seçin. Gelin bakalım variantlara. Dünən cümə günü idisə, sabah bazar. Dünən cümə idisə, bugün şənbədir, sabah da bazar olmalıdır. Yani bu mümkün olan haldır. A ve B mənfi ədədlər olarsa hasillərin müsbətdir. Yəni bu doğrudur. Sabah fevranın 31'i. Sözsüz ki, biz təqvimə baxanda fevranlarda 31 ədədi yoxdur. Ona görə bu bizim də axşam yağış yağacaq. Bu da ki təsadüf hadisədir. Növbəti sualımız 0-6 rəqəmlərdən istifadə edərək rəqəmləri təkrarlanır. Bu tipli suallarda bundan qabaq biz izahlarımızda qeyd etmişdik. Deməli, nə etmək lazımdır? Biz əvvəlcə diqqət etməliyik ki, biz bu rəqəmlərdən necə istifadə etməliyik və istifadə etdiyimiz rəqəmlərdə ədədlərdə eyni rəqəm iştirak edə bilər, yoxsa yox? Buna diqqət etmək lazımdır. Bizə əgər iştirak edə bilər hissəsi ilə bağlı sual verirsə, bəzən bütün sözü yazır. Yox. Əgər xüsusən hər bir dəfə iştirak etsin söz deyirsə, onda təkrarlanmayan sözünə daha çox istifadə olunur. Deməli, diqqət edirik ki, 3 dənə rəqəm götürəcək, amma 3 rəqəmlər də yazanda həmin rəqəmlər təkrarlanmamalıdır.
Aydındır. Deməli, biz bunu vurma prinsipi qaydasıyla izahını vermişdik. Tek yazıb da göstərebiliriz. Ama vurma prinsipi daha çok sayda olan ədədlər üçün işimizə çox yarayır. Nə etmək lazım? 3 dənə rəqəmdən diqqət edirəm ki, 0 ilə başlayan 3 rəqəmdə də yaza bilməm. Demək ki, yeni 2 rəqəm qaldı. 1 və 6. Həmin 2 rəqəmdən ikisindən istifadə edə bilərəm. Birinci üçün. Sonra artıq 3 rəqəmdən birini istifadə etdim, düzdür? Yerdə neçəsi qaldı? 2 rəqəm. İkinci rəqəmin yerində artıq 0-da iştirak edə bilərəm. Ona görə ikisini də nəzərə alıram. 3 rəqəmdən birini istifadə edə bildimsə, ikinci üçün yenə 2 şansım qalır. Aydın mı? Burada təkrardan 2 əlavə edirəm. Üçüncü rəqəm üçün artıq ikisini istifadə etdiyimə görə məcburen bir də rəqəm qalır və bu vurma prinsipinə görə bunların hansını tapıram? Doğru cavabımız 4. Həmin ədədlər hansı deyə axtarsanız 106 olar da 160 olur, 610, 601. Gördün mü? Teşekkür. Növbəti sualımızda zəri bir dəfə artdıqda yuxarı üzə düşən xalın üçə bölünə olması hadisəsi üçün əlverişli halların sayıdır. Dikkat edə bunu. Əlverişli. Həmin bu əlverişli halların sayı mümkün halların sayıyla birisiz fərqlənir. Çünki mümkün halların sayında bütün nə varsa, nə iştirak edirsə hamısını götürür. Amma əlverişli halların sayında bizə lazım olanların sayıdır. Biz bilirik ki, zərin üzərində 6 hal var. 1-dən 6-ya qədər. Bir dənə qısa bir şey deyil, ola bilər zərin görüntüsü yadından çıxsa, yəni bir şey bilir ki, zər qarşı-qarşıya yazılan rəqəmlərin cəmi 7-yə bərabər olur. Zərdən qarşı-qarşıya. Yəni üstdə yazılan rəqəm 1 isə aşağıda 6 yazılır və belə deyil, öndə 3 isə arxada 4-dür və s. Həmin bir zərdə ki 6-ya qədər rəqəm iştirak edir və onlardan 3-ə bölünənlərin sayını bizdən tələb edir. Burada neçə iştirak etməlidir? 2 dənədir. Hansılardır? 3 və 6. Mana bu doğru cavabımız D variantıdır. Əlverişli halların sayı. Mümkün halların sayı soruşsaydı nə qədər olacaqdı? 3. Mümkün halların sayı. 6. Zaten biraz evvel verildi ya ki, bir zərdə 6 hal olduğuna göre mümkün halların sayı 6 olur. Aydın. Növbəti və sonuncu sualımızda sizə sual belədir. Verilən 3 ardıcıl cüt ədədi. Əlbəttə diqqət etmək lazım ki, bunlar ardıcıldır. İkincisi, hər biri cütədir. Yaxşı. Median 18 olacaq. Yəni bir şey deyir. Ardıcıl şəkildə olan cüt ədədlərdə bu da ki, nümunə 2, 4, 6. Bunların medianı hansıdır? 4'dür. Yaxşı. Yaxşı. Başqa birini götürək. Tutaq ki, 6, 8, 10. Bunların medianı hansıdır? 8. Yaxşı. Tapdığımız median ədədlər ardıcıllığında harda durur? Ortada durur. Deməli, bu üçünün medianı 18 ise orta gələn ədədimiz hansıdır? 18. Bəs bunlar əvvəlki və sonraki cüt ədədlərdən hansıdır? 16 və 20. Bizdən tələb etdiyi nədir? Bu ədədlər arasında ən böyük fərq neçə olar? Bu nedir o? Doğrudur. Cevabımız neçə gələcək? 20'den 16 çıxır. 4. 2'den 16 çıxır. Düzdür. Demək ki, doğru cevabımız C variantı. Belə, bu sınavın da izahlarının sonuna çatdıq. Hər birinizə uğurlar deyirəm. İnşallah növbəti sınavlarda izləmədə qalın və əsas məsələlərdən biri. Qeydiyyat götürərək, təkrar etməyi, sualları bilmədiyiniz halda qeyddən işləməyi qətiyyən unutmayın. Hər birinizə uğurlar deyirik. İnşallah növbəti sınavda görüşmək üzere.